Salam dostlar, çox etibarlı mənbələrdən Ramiz Mehdiyevin açıqlamasını əldə etmişik. Lakin hakimiyyət mediası bu açıqlamanı yaymağa qorxur. Ramiz Mehdiyevin açıqlamasında bildirilir: Məni nə İlham Əliyev, nə Mehriban Əliyevanın cürəti çatmaz həbs eləməyə. Başda İlham Mehriban olmaqla mənim dalımca danışanlar və Azərbaycan xalqı, sizlər məni qolu qandallı görməyəcəksiniz. Sizlər mənim üçün heç kimsiniz. Mənim əlimə qandal vurulan günü İlham Əliyevin azyaşlı qızla kokain çəkmə və Mehriban Əliyevanın 18 yaşlı oğlanla yatağa girib, sonra onu necə həyatdan yox etdiyi görüntüləri paylaşılacaq. Ağıllı olun, yerinizi bilin. Mən Ramiz Mehdiyevəm. Dostlar, görürsünüzmü? Dostlar, Ramiz Mehdiyev belə açıqlama veribdir. Əgər Ramiz Mehdiyev əli qandallı məhkəməyə aparılması, həbsxanaya salınması görüntüləri paylaşılmazsa, deməli Ramiz Mehdiyevin iddiaları doğrudur. Ona görə Ramiz Mehdiyevin əlinə qandal vurulmur, həqiqi həbsxanaya salınmır. Bunlar hamısı şoudur. Avropanı, Amerikanı, Britaniyanı aldatmaq üçün bunlar bir şoudur, düzüb qoşublar.